Dostlar, mən Elnur Salahov. Mən sizə bu bölməmizdə istərdim satış nümayəndələrimizin və onların satışlarına biz qoyduğumuz kvotalar barəsində, kvotaların hansını keçib, hansılar keçməyib, onları ayırd etmək üçün iki üsuldan bəhs edim. Birinci üsul ondan ibarətdir ki, home bölməsində kondisional format ilə istifadə edəcək. İkinci üsul isə date bölməsindən date foundation istifadə edəcəyik. Başlayaq ilk növbədə home bölməsindən continental formatting bölməsindən ilk olaraq biz nümayəndəlimizin yazıldığı bölmənin əvvəlindən tutub sonuncu nümayəndəmizəcən bütün xanaların da olan cəmləri seçirik. Sonra home bölməsində conditional formatting, sonra highlight sales rules, sonra creator üzərinə gəlirik. Məsələn, mən burada kvota qoymuşam ki, mənə lazımdır ki, 5000-dən yuxarı olan satışları cədvəlimizdə xüsusi işarələrlə və ya xüsusi rənglərlə mənə diqqətimə çatdırsın. Bunun üçün biz bunu seçirik 5000. Görürsüz 5000 daxil edəndən sonra 5000-dən yuxarı olan bütün rəqəmlər qırmızı rənglərdə fərqləndir, rənglərdə boyandı. Mən istəsəm yan tərəfdən onlara məsələn qırmızı rəng və yaxud da istəsəm xanaların daha doğrusu altdan xətt kimi işarələrlə bunları ayıra bilərəm. Baxın, gördüyünüz kimi 5000-dən yuxarı olan satışları artıq mən bilirəm ki, hansılardır, işarələdi və mən bu 5000-dən yuxarı olan satışların nümayəndələrinə mükafatımı təqdim edə biləcəyəm və yaxud da bilə biləcəm ki, neçə satış təmsilçim bu satışları keçib. İndi isə ikinci variantımızdan istifadə edim. Yenə də mövzumuz eyni olaraq qalır. Bu səfər isə biz kvota 5000 AZ yazdığım bölmədən başdan düz axıra qədər satış nümayəndəmizin başladığı yerdən axırıncı satış nümayəndəmizin xanasına qədər qeyd edirik. Sonra date bölməsinə gəlirik. Date bölməsində date evaluation, sonra customs, sonra bərabərdir qoyub mötərizə açırıq və burada biz C bölməsində, yəni cəmlər bölməsində satışlarımızın qeyd olduğu bölmədən bütün hamısını qeyd edirik. Bunu gördüyünüz kimi belə də edə bilərik. Əgər biz artıq belə deyim, başlanğıc və sonu biliriksə, belə də edə bilərik. Məsələn, G4-dən başlayıb G33-də qutarsın və işarəmizi qoyuruq. Böyük işarəmizi qoyduq ki, deməli, burada qarşı G sütununda yerləşən hansı satış 5000-dən yüksəkdirsə, mən H sütununa əlavə olaraq rəqəm yaza bilim və yaxud da onu qeydiyyatını apara bilim. Əgər kiçikdirsə, mən bu H sütununda heç bir xanada mən qeydiyyat apara bilməyim. Və OK düyməsini vururuq. Baxın, məsələn 6000 AZ-nin məsələn qoyuram. Görürsüz, burada 1000-dir. Qoya bilmirəm. Görürsüz, sistem mənə xəta verir. Yəni o satışları 5000 AZ-in deyil. Baxın. Yenə də xəta verdi. Məsələn, burada baxın. OK. Mübarəcə səhv eləmirəmsə. Baxın. OK.
yaza bilirəm. Xüsusi qeydiyyatımı apara bilirəm, qeydlərimi apara bilirəm. Amma ki 5000-dən aşağı olan xanalara heç bir qeydiyyat apara bilmirəm. Bununla da mən hər hansı bir satış nümayəndəmin 5000-dən yuxarı satış etdiyini təyin edə bilirəm. Diqqətiniz üçün təşəkkür edirəm.